Əsl kişi necə olmalıdır? Əsl kişi cırıq sins geymir. İndi bu parkda yaxşı kişi axtarma. Bu ancaq dizi cırıq, cinsi cırıq şalvarı kişilər axtar. Məni kimi yetimləri axtar. 4 gündür çörək yeməyən kişiləri axtar. Değişməsə deyə bilmirəm, bir mal verəcəm çörək alım. Belə kişilər axtarım. Havrına, hayasına utanan kişilər axtarır. Hayır. Qəlbinə sıxılan kişilər. Kiminsə anasının başlı dalına baxmayan kişilər axtarır. Yox da o kişilər, hayır. Var, 44 günlük müharibədə də var, şəhidlərimiz olub, onlar da əsl kişilərdir. Allah rəhmət eləsin. Də var, əsl kişilərdir. Amma mən sizin fikrinizi başa düşdüm. Əsl kişi bilirsən mənə? Şeir nə deyim? Deyin. Yaxşı kişi, yaxşı zamanında vardı. Zaman gedib, daha arkada qalmışam. Sənə qurban olum. Avropanın qapıları açıldı. Elə bir biz arkada qalmışıq. Avropa bizdən nümunə götürür. Bizdən ömür götürür, qəm götürür. Sənə qurban olum, gözlərim ta yerdə nəm götürür. Biz Avropadan gerdə qalmışıq. Yalandan ağlamaq nə mənası var? Yalandan gülməyin nə mənası var? Sevirəm, ölürəm deməyin nə mənası var? Ölmək də yoxdur. Avropada yox. Ürəyim, yaxşı kişilər yaxşı zamanında qaldı. Yaxşı kişi bilirsən kimdir? Sənin baban idi, nənən idi, atan idi, ay ürəyim. Mənim babam, nənəm, atam idi. Yaxşı kişilər olar ürəyim.